Salam, hər vaxtınız xeyir olsun. Əziz izləyicilərim, kanalıma və mətbəximə xoş gəlmisiniz. Bugün çox dadlı, yumuşaq, həm uşaqların, həm də böyüklərin sevərək yeyə biləcəyi pidenin hazırlanmasını sizlərlə paylaşıram. Keçirəm hazırlamağa. 6 stəkan unu ələkdən keçirib hazır qoyduqdan sonra başqa bir qaba 1 stəkan ilıqdan biraz isti süd və eyni istilikdə yarım stəkan su əlavə edirəm. Üzərinə 1 çay qaşığı quru maya, 2 xörək qaşığı şəkər tozu və 2 xörək qaşığı da un əlavə edib yaxşı-yaxşı qarışdırıram ki, maya və un tam həll olsun. Sonra üzərini örtüb isti yerdə 10 dəqiqə mayalanmasını gözləyirəm. Onu da qeyd edim ki, mənim istifadə etdiyim stəkan ölçüsü 200 ml-dir. On dəqiqə keçdikdən sonra baxın, üzəri bu cür olduqda artıq mayalanıb və ələdiyim unun bir hissəsini də hələlik başqa qaba əlavə edirəm və digər hissənin üzərinə hazırladığım mayalı qarışımı əlavə etdikdən sonra üzərinə 150 ml duru yağ və 1 çay qaşığı yarım duz əlavə edib yumşaq xəmir yoğururam. Xəmiri yoğurarkən unu da hissə-hissə əlavə edirəm. Çünki bəzən unun növündən asılı olaraq ölçü dəyişə bilər. Buna görə unu hissə-hissə əlavə etmək daha məsləhətlidir. Və onu da deyim ki, mən ümumilikdə bu xəmirə 1 stəkan süd və 1 stəkan su əlavə etdim. Suyun yarı hissəsini əvvəldə, yarısını isə xəmiri yoğuran zaman istifadə etdim. Ərzaqların dəqiq miqdarını videonun açıqlama hissəsində qeyd edəcəm. Xəmiri yoğurduqdan sonra, baxın, xəmir bu cür olduqda üzərini örtüb isti yerdə 1 saat mayalandırıram. Onu da nəzərinizə çatdırım ki, xəmiri yarım saat sonra təkrar yoğururam. Bu zaman xəmir daha gözəl alınır. Daha sonra içliyi hazırlayıram. İçlik üçün 250 qram ət, 1 ədəd soğan, 2 ədəd bibər və 2 ədəd pomidordan istifadə edirəm. Bunları əl blenderindən keçirib ətin üzərinə əlavə edirəm. Sonra üzərinə zövqə görə duz, istiot, acı və şirin toz bibər, biraz cəfəri əlavə edib qarışdırıram. İçliyin üzərinə 50 ml də zeytun yağı əlavə edirəm və qarışdırıb hələlik qoyuram bir kənara. Pidələrin üzərinə çəkmək üçün bir yumurtanın üzərinə 2 çay qaşığı süd əlavə edib yaxşı qarışdırıb onu da hələlik qoyuram kənara. Artıq xəmir hazırdır. Yenidən biraz yoğurub havasını alıram. Sonra forma verib hissələrə bölürəm. Xəmir o qədər gözəl alınıb ki, heç unlamağa belə ehtiyac yoxdur. Biraz böyük kündəni də sona saxlayıram ki, onu pizza formasında hazırlayacağım. Digər hissələrə böldüyüm xəmirləri isə bu cür kündələyib masanın üzərinə düzürəm və üzərlərini örtüb 10 dəqiqə gözlədirəm.
10 dəqiqə keçdikdən sonra ilk gündədən başlayaraq xəmiri uzunsov formada yayıram. Hazırladığım içlikdən 2 xörək qaşığı içinə yayıb, kənarlarını bu cür büküb forma verirəm. Kənarlarını yaxşı bükmək lazımdır ki, bişən zaman açılmasın. Bu cür büküb hazırladıqdan sonra yağladığım soba listinə düzürəm. Digər kündələri də eyni qayda ilə hazırlayıram. Videonu izləyən əziz və dəyərli izləyicilərim, sizlərdən isə xahişim kanala abunə olub, bildiriş zəngini aktiv edərək, bəyənib yaxınlarınızla paylaşaraq mənə dəstək olasınız. Zəhmətə dəyər verən, dəstək olan hər kəsə minnətdarlığımı bildirirəm. Pideləri listə düzdükdən sonra üzərlərini örtüb 10 dəqiqə gözlədirəm. 10 dəqiqə keçdikdən sonra üzərlərinə yumurta süd qarışımından çəkib sobada 170 dərəcədə alt-üst rejimdə tam bişənə qədər bişirirəm. Çalışın yüksək dərəcədə bişirməyin. Bu zaman xəmirin tərkibində süd olduğu üçün tez qızaracaq və ət yaxşı bişməyəcək. Ona görə aşağı dərəcədə bişirmək lazımdır. Sona saxladığım böyük kündəni də bu formada yayıram. Sonra yağladığım soba listinin içərisinə qoyub əlimlə bu cür forma verirəm. Qalan içliyi də xəmirin üzərinə yayıram. Üzərinə biber və pomidor düzüb 5-10 dəqiqə gözlədirəm. 15 dəqiqə sonra pomidor biberin üzərinə biraz duz səpib, xəmiri çəngəllə deşirəm ki, bişən zaman şişib qalxmasın və 170 dərəcədə bişirirəm. Bişdikdən sonra üzərinə Holland pendiri səpib, pendirin əriməsi üçün 1-2 dəqiqədə sobada gözlədirəm. Bişib hazır olduqdan sonra bu cür dilimlərə bölürəm. Bu reseptlə 9 ədəd pide və 1 ədəd pizza alındı. İnanın, hər ikisi də o qədər möhtəşəm və yumuşaq alındılar ki, elə bişirdiyim andaca yeyildi. Həqiqətən də çox ləzzətli olur. Sizlər də mütləq sınayın. Allah hər kəsə bol ruzi bərəkət nəsib etsin. Sizlər də hazırlayın, nuş edin, göz haqqınızı halal edin. Sağ olun, sağlıqla qalın.